Dəyərli bu mən oğluma atasız qız aldı. Mən oğlumu atasız qızla evləndirmərəm deyən, mən oğlumu atasız qızla evləndirmərəm deyən bu maygülü, bu qızın düzdür, hamı bunun üstə düşür. Mirşahin də deyir ki, çığırır ey əməlli Mirşahin. Ay millət, bunun üstünə düşməyin bu qızı. Hamınız Turalı söyün, Tural Sadıqlını, Qabil Türkoğlu'nu söyün. Deyələm, bu dodaqlara bax, üst dodağı alt dodağından yekədir bax. Bir başa şeyx ancaq yalatdırır da şeyx. Ancaq yalatdırır. Marojnasını. Ancaq yalatdırdığına görə bir başa şeyx, bax belə, Şeyx Ruslan Hacallah Paşazadə bax belə dodağını cilib. Deyib, sənin dodağın mamışa oxşamalıdır. Və birbaşa bu Nicar dodaqlarını elə düzəltdiribdir. Həqiqətən deyirəm, amma birdən elə biləsi yalan deyirəm. Və deyiləm vətənlərim, bu Nicar, bugün məlumat aldım mən, dəqiq yerdə məlumat aldım. Bu Nicar hətta Şeyx Ruslandan bir qız da dünyaya gətiribdir. Anası baxır. Vallahi də billahi də düz deyirəm. Mənə çünki elə məlumatı elə yerdən çatdırdılar ki, mən onların məlumatının heç vaxtı görməmişəm yalan olduğunu. Doğub tulluyub ora. Deyələm, mən bundan danışıq, bu sözü deməmişdən qabaq yadınızdadım mən o yaşlı qadınları bu təhqir elədiyinə görə, yekə başlığına görə. Ben bunu çox, bir-iki dəfə efirdə bunu danışdım, pis günə qoydum, ha yadınızdadırsa. Yəni onda da şeyxdən əlaqələrindən danışdım. Amma insan deyil bu qız. Deməli, dostlar, prezident mühafizəsində, nənəsinə Nicar, uşağı verib, deməli, Allah şükürdən bir qızı var gizlədir, uşağı verib nənəsinə, yəni Nicar öz anasına verib, Nicarın anası saxlayır uşağı. Aydın. Dəyərli mədələrim, dəyərli soydaşlarım, bir xəbərdə deyim, tiktokerlər paylaşsın. Prezident mühafizəsində qırğın gedir, qırğın. Bəylər Əyyubov 3 gün bundan qabaq ayağa durub sağalıb gəlib işinin başına. 3-4 gün bundan qabaq işə çıxıb və görüb ki, onun yerinə prezident mühafizə rəisi mavini təyin edilən Fərid Əsgərov, təzdən deyim qoyun bunu. Bunu təzdən deyim. Təzdən deyim, tiktokerlər təzdən paylaşsınlar. Çünki burada Fəridin adını düzəlməli demədim. Deməli, dostlar, tiktokerlər paylaşarsınız. Bu xəbər çox vacib xəbərdir. Çox vacib xəbərdir. Sabah orada bir skandal olanda deməyin ki, Qabil bunu deməmişdi. Söyləməmişdi. Prezident mühafizəsində qırğın gedir. Bəylər Əyyubov sağalıb 3-4 gündür gəlib görüb ki, yerinə mavin təyin ediblər və birbaşa bunu əvəz eləyən mavin. Mehriban Əliyevanın adamı Fərid Əsgərov. Yerinə onu veriblər. Bəylər çıxıb işə ki, Fərid Əsgərovla mübarizə aparsın. İş orasındadır ki, bəylər olmadığı müddətdə Fərid Əsgərov prezident mühafizəsində çox dəyişiklik eləyibdir. Öz adamlarını gətirib mühafizəyə. Problem budur ki, hazırda prezident mühafizəsində mühafizəçilərin yarıdan çoxu bəylərə tabeçilik göstərmir artıq. Ona saymamazlıq edirlər. Həmin şəxslər Fərid Əsgərovun göstərişini icra edirlər. Artıq iki yerə bölünübdür prezident mühafizəsi. Bəylərçilər, bir də Fəridçilər. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Bəylər Əyyubov prezidentə çıxa bilməyib, bunu deyə bilməyib məsələni. Çünki prezident bu işlər artıq Mehriban Əliyeva alıqdır. Prezidentin mühafizəsindən Mehriban Əliyeva baxır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, deməli, MHP rəhbəri Devlət Bahçeli kimi Bəylər Əyyubov da xortladı, dirildi. Gördü vəzifə əldən gedir. Dəyərli həmvətənlərim, deməli, burada bir problem olubdur, dəhşətli bir problem olubdur. 2 gün öncə, dünən yox, sırağa gün, Almanya prezidenti Steinmeier Prezident İlham Əliyevlə
deməli, Heydər Əliyev mərkəzinə gedəndə, tədbirə gedəndə, getməmişdən az öncə Bəylər Əyyubov Fərid Əsgərova deyib ki, prezidentin arxasından mən getməliyəm. Axı, bir aydan çoxdur Fərid Əsgərov gedirdi axı. 2 aydır, 3 aydır, nədir belə? Fərid Əsgərov gedirdi prezidentin arxasından. 1 aydan çoxdur, 2 aydır. Və Fərid Əsgərov deyib ki, mənə belə göstəriş verməyiblər. Və o zaman mübahisə düşübdü. Birbaşa Almaniyanın prezidentinin mühafizəçilərinin gözləri qarşısında bir-birinin yaxasından tutublar. Fərid Əsgərov qoca bu Pampers geyinən Bəylər Əyyubovu anca itələyən kimi bəylər yıxılıbdı. Fərid cavan oğlan idi, mancı bu da qoca Pampersdir, qoca. İtələyən kimi yıxılıbdı, yıxılan kimi də altını batırıbdı. Amma xoşbəxtlik ondadır ki, dırıqladığı pox ancaq Pampersindən qırağa çıxmayıbdı. Tez girib içəri maşınlarının birinə Pampersini çıxardıb təcili sulu salfetdən arxasının zadda bir silib, sildirib, bəylərin, o el adamların dalını silməyə adamlar çoxdur. Təzdən gəldi, Fərid Əsgərov da bu həyasızlıq elədi deyə səsini çıxartmadı. Əməlli başlı bir çığırır, bir o 40 ilin qəhbəsi var ha. 40 ilin o şalabası. Nətər deyim sizə, o mamarozası var, çığırır o. Birisi nətər çığırırdı o. Bayram Nurlu ki o efirdə təzə çıxanda çığırır deyə bil efirlərdə. Sənin məhkəməyə. Eləcə çığırır Bəylər Əyyubov. Bir həyasızlıq elədi. Fərid Əsgərov da utanıbdı, cavan oğlandı. Hələ Almaniya prezidentinin mühafizəçiləri də baxır qıraqdan. Deməli, sakit durub deyib, yaxşı get. Sonra danışarıq, get. Neyse, bu da Pampers'in tez girib içəri, Pampers batıb axı. Çıxalıya qoyub, dəyişibdi, təcili şeyləyib. Təcili prezidentlərin arxasından götü davanına dəyə-dəyə qaçıbdı və onu da siz gördünüz orada. Və Bəylər Əyyubova ağır itki baş verdi, üz verdi. Bunu indi mətbuat təzə paylaşır, amma mən ölən saatda çıxdım efirə dedim. Bəylər Əyyubovun ən sevimli bacısının ən sevimli qızı, Bəylər Əyyubovun ən əziz adamı dünyasını dəyişdi. Cəhənnəmə getdi. Belə oğraşların içində böyüyən qız salamat olmazdı. Nəzərə alsaq ki, o Kürd Azərin bacısıdır. Nəzərə alsaq ki, o Mayıl Şahverdiyev, general-leytenant Mayıl Şahverdiyevin bacısıdır. Nəzərə alsaq, Allah lənət eləsin deyə bilərəm. Mən söyüb eləyənmərəm. Sadəcə Allah lənət eləsin deyərəm. Hamı da düşür ki, deyir ki, bəylər bomba kişidə. Yox, bəylər deyir, pis olsa da deyirsiniz pisdir. Anası Hacı xanım olub, Hacı xanım. Aya, nə oldu elə bunların? Aya, nə oldu elə bunların? Bəylərin anası Hacı xanım, Kəmaləddin anası Hacı xanım. Nə bilim, bütün o prezidentin köməkçilərinin anası sağ olanların hamısı anası Hacı xanım. Nə bilim, bu vilayətin anası Hacı xanım. Bu oğraşlar hansı qancıq doğub bə? Oğraşlar hansı qancıq doğub bə? Hacı xanım imiş, hamıya yaxşılıq eləyirmiş. Kəmaləddin anası, bəylərin anası. Öyle bilmir. Öyle bilmir ha, öyle bilmir. Bütün dünyanı fırlayırlar. Gece gündüz təyyarə həkim daşıyırlar. Yine öyle bilmir. 85-90 yaşı var, koymurlar arvad ölsün. Arvaddan qabaq o bir kızı ölür, oğlunla beraber. Əməlli dəli olub, ikisi də dəlidir. Manaf deyəndə Manaf Cəlilzadə mən inanmırdım. Nədən? Əməlli başlı dəli, kravata bağlayıb saxlayırlar. Bacısının da bacısı oğlunda. Değerli vətənlərim, değerli soydaşlarım, auditoriyamızı bir dənə tıklamanı atın, tıklama bir dənə. Məni söyən dindar var idi, ha o əxi deyirlər, o göstərim sizə. Babu, bu əxi. Bu var idi, bu əxi. Bu əxi var idi, ha məni söyən. Yadınızdadır mı? Bu əxi. Məni hədəliyən, mənə kişilikdən dərs keçən, bu əxi. Bu əxi. Neynir bilirsiniz? Neynir bilirsiniz? Göstərin mi neynir? Ala bax.
Telegramda canlı baxa bilərsiniz, amma mən biraz səsini verim. Aya bu. Neyse burada aranı pozat da hala. İndi baxın ki həmən əxinin yaladığı marojnanın qılları saqqalından uzunuydu. Baxın da Telegramda paylaşın. Hani mənim Telegramımı? Niyə atmırsınız adminlər? Hani bir adminimiz var, o da yoxa çıxıb. O mənim Telegram səhifəm var. Qabil Telegram kanal. Qabil Telegram kanal. Əxiyə bir baxın da, saqqalından uzun mamışı gör nə eləyir. Bir baxın da. Hə, qoy indi bunu da qoyum, keçək xəbərlərimizə. Mənim Telegramı burada paylaş. Elgün paylaş Telegramı. Qoy hamı abunə olsun. Bu aralar Telegramdan əl çəkməyin. Məndən sizə deməkdir. Deyin niyə? Çox dəhşətli proseslər olacaq. Çox dəhşətli xəbərlər olacaq. Çox dəhşətli. Çox dəhşətli görüntülər olacaq. Hamısı YouTube'da, Facebook'da heç yerdə baxamayacaqsınız. Ən böyük Telegram səhifələrindən biri mənim. Qabil Telegram kanal. Onu indi paylaşacaqlar çox güman ki burada. Qabil Telegram kanala abunə olun ki, sonra baxa biləsiniz. Dəyərli vətənlərim, getdi TikTok açım, tez soydu telefon. Və çalışın, mən yenə deyirəm, şirin şeylərdən aralı duruna. İnsanı məhv eləyən nədir? Əsas 2 dənə şeydir. 3 dənə. 1. İnsanın vitaminləri yerində olmalıdır. 1. 2. İnsanı məhv eləyən şirin şeylərdir. 3. İnsanı məhv eləyən çörəkdir. Çörək və çörəyin tərkibinə qatılan maddələr. Çalışın, qarğıdalı unu yiyin, başqa unlardan istifadə eləyin. Çörək yemeyin, hələ ağ çörək yemeyin. O sizi məhv edir. Dahası da mənşəyi bilinməyən qidalardan istifadə eləməyin. Getdik. Hikmət Hacıyevin atası gəbərdi. Hikmət Hacıyevin atası Fərhad Hacıyev öldü. Mən nə dedim? İndi bu xəbər indi çıxdı. Mən baxmamışdım. İndi qabağıma gəldi. Mən dedimmi ki, qırğın düşəcək? Mən dedimmi? Qırğın düşəcək, qırğın. Nə danışırsınız siz? Hikmət Hacıyev, bilirsiniz, mənə dalda nə pislik eləyir? Mənə dalda nə pislik eləməyə çalışır Hikmət Hacıyev? Onun bir qəhbəliyi var. Allah. Deməli, Hikmət Hacıyevin atası gəbərdi, rəhmətsiz oldu. İndi deyəcəklər, özü pis idi, atası yaxşı idi. Estağfurullah. Hikmət Hacıyevin atası 87 yaşlı Fərhad Hacıyev ürək tutmasından axşam saatlarında dünyasını dəyişdi. Ölüm vaxtı idi. 87 yaş zaten normal yaşdır. Amma kaş ki, məni prezident kimi görərdi. Kaş ki, mən olmasam da bu rejimin getdiyini görərdi. Onda görərdi ki, onun oğlu kimi quyruq bulayan, göt dəsmallayanlar deyil hakimiyyətdə. Şərəfli insanlar da hakimiyyətdə. Mən heç kim ölümü arzulamıram. Qoyular bizim hakimiyyəti görsün. Amma mən onu deyirəm ki, heç kimin ölməyini istəməsəm də bu aralarda çoxları dünyasını dəyişəcək. Yuxarıdakılardan. Bax, Hikmət Hacıyevin atası da getdi.